Salam, hər vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, hörmətli futbol həvəskarları. Xırdalan 00-ın sponsorluğu ilə IQ Sportsun media layihəsi olan Tura Baxış yenə efirdədir. Mən İsmail Abdullayev və Ələkbər sizin qarşınızda olacaq. Əfsuslar olsun, bu buraxılışımızda Ruslan Əmircanov yoxdur. Onun səbəblərini birazdan mən açacağım. Alik deyəcək. Alik, xoş gördük. Xoş günün olsun. Necəsən əzizim? Məncə ilk dəfədir biz səninlə belə bu formada normal insanlar kimi oturub səninlə söhbət edə bilirik. Aramıza girən yoxdur. Yəni belə baxmırıq bir-birimizə. Sən belə deməyəcəksən, çəkil kənara. Hə, əziz dostlar, mən də hamınızı salamlayıram. Yəni ilk növbədə ümid edirəm ki, hər şeyimiz yaxşıdır və bundan sonra daha da yaxşı olacaq. O ki qaldı Ruslan Əmircanov var. Ruslan Əmircanov bugün müəyyən səbəblərə vacib təxirə salınmaz görüşü. Yox, bugün açığı deyim, Ruslan Əmircanov hal-hazırda Özbəkistandadır, toyda oxuyur. Yəni dünən oxuyub. Bahadır Nəsimovun qardaşının oğlunun toyu. Yox, bilmirdin? Ruslan toylara gəlib oxuyur axı. Xəbərin yox idi? Yox. Dünən mənə video göndərdi Ruslan. Hətta. Bəli. Buyur. İndi hələ eləyəcəm ki, siz də görürsünüz. Allah, buyur. Vallahi billahi bu videodur. Dünəndən Ələkbər bizim WhatsApp qrupumuzda deyir ki, Sayar İsmailə verilişdən öncə video göstərəcəm. Sürpriz olaraq saxlayıb hələ mənim üçün görməmişəm. Vallahi billahi xəbərim yoxdur nə göstərəcək. Baxa görək nədir. Bir saniyə. Səsini düzəldim. Deyəm, dəqiqə. Allah! Allah! Bu kimdir o? Ruslan da toyda oxuyur. Buralarda da. Dostlar, gəlin sizə də göstəreyim bu videonu. Ruslan, halal olsun sənə. Ya hansı kamera? Həm belə bacarığın da var imiş. Deyəm də kodunu da verim. Sevgili cananım, Ruslanım. Yəni Ruslanım. Əziz dostlar, Ruslanı əvvəl məşqçi kimi tanıyırdınızsa, hal-hazırda müğənni kimi də tanıya bilərsiniz. Özbəkistan bir qırağa. Ruslan Barselonadadır. Amma yəni bu nə uğursuzluqdur axı. Barselonada olasan El Clasico günü. Özdə El Clasico son illərinin ən möhtəşəm El Clasico reallaşdı dünən. 7 gol vuruldu. Barcelona 4-3 hesabı ilə qalib gəldi. Mənim də səsim batıb şərtdə özüm idim. Yəni həmin oyun günü Ruslan Barcelona'da olsun amma stadiondan izləyə bilməsin bu oyunu deyə gəlib kafedə baxmışam. Ya Bakıda kafe yoxdur da. Yəni Bakıda göstərmirdilər. Gəlib kafedə baxıb oyunu. Amma sən bir dənə söz deyim, orada bir amil olmalıdır ki, yəni özünü feyziyab hiss eləsin. Yəni kafedə ona xırdalan 0-0 versələr, oturur rahat baxır, verməsələr baxmır. Yeri gəlmişən səhər saatlarında mənə bir video atdı. İndi veriliş əsnasında o görüntünü sizə təqdim eləyəcək. Deməli Ruslan təsadüfən yəqin ki, orada gəzərkən süni ot örtüklü meydan görüb, uşaqların məşq elədiyi, hazırlaşdığı bir meydan görüb və elə şərh eləyə də mənə yollayıb ki, yəni təkcə Azərbaycanda deyil də süni ot örtüklü meydanlar. Avropa ölkələrində də hətta aparıcı İspaniya kimi ölkədə belə süni ot örtüklü meydanlar var. Amma Ruslan, salam aleykum. Əlaqə saxlamaq istəyirik səninlə canlı. Canlı gör alınırsa, yəni süni ot örtüklü meydanda oynamaq problem deyil. Sadəcə stadionun, qazonun, ot örtüyün keyfiyyəti əsas məsələdir ki, bizdə keyfiyyət çox aşağıdır. Yəni Avropada da uşaqlar, keyfiyyətdən əlavə süni meydanlarda oynayırlar da, məşq də eləyirlər. Bizdə altını fikirləşmir. Üstünə fikirləşirlər adətən. Hə, yaxşı, bəlkə də bahalı ot gətirirlər, süni ot. Bunun altını eləmək lazımdır. Bizdə üstü bəzək, altı təzəkdir də. Hə, altını beton elədin, onun üstünü ipəkdən otlar qoy ginən, xeyri yoxdur. Hə, yeri gəlmişkən artıq Madridə yollanır bugün Ruslan. Orada da deyilənə görə Atletico Madridin məşq bazasında olacaq. Oradakı görüntüləri də bizimlə paylaşacaq.
Bir cavab vermədi. Başlayaq söhbət. Yox, hələm yox. Deməli, Azərbaycan çempionatında 34-cü oyun gününə yekun vuruldu. Formal xarakteri daşıyırdı. Demək olar ki, bütün maçlar Qarabağ Araz Naxçıvan 2-0, Kəpəz Sumqayıt 1-0, Turan Tovuz Neftçi 1-2, Səbail Zirə 0-1, Sabah Şamaxı 3-1 və o dəqiqləşdi ki, bu turda Səbail növbəti mövsümdə 1-ci liqada yarışacaq. Artıq rəsmiləşdi. Səbailin 22 xalı var. 9-cu sıradakı Sumqayıtdan 8 xal geridədir ki, bunu da qarşıdakı 2 tur ərzində aradan qaldırmaq mümkünsüz olacaq. Zirə mükəmməl mövsüm keçirir. Tarixində ilk dəfə 70 xal toplayıb, sonraki tur qalmış. Ötən mövsümdə 50 neçə xal toplamışdı. Bunu Rəşad Sabir. Bəli, 54 ya 55 xal. 55 oldu. Yəni indi 70 xal. Hələ çempionat bitməyib və Qarabağdan 13 xallıq geriləməklə 70 xalla ikinci yerdədir. Araz Naxçıvan 3-cü, Turan Tovuz 4-cü, Sabah isə 5-ci pillədədir. Hansı nəticə, hansı oyun diqqətini daha çox cəlb elədi? Əslində oyun deyəndə məni təbii ki, ən çox maraqlandıran 2 oyun var idi. Hətta 3 oyun. Şamaxı Neftçi, bu 6-cı... Turan Tovuz Neftçi. Üzr istəyirəm, Turan Tovuz Neftçi. Yəni Neftçi 6-cı yerdə yerini möhkəmləşdirmək istəyirdi. Yəni 4 xal fərqlə şeyləsin. Nə günə qalıb. Turan da 6-cı yerdəki mövqeyini möhkəmləndirib deyirik. Yəni Turan da bu Neftçi üzərində qələbə qazansaydı, xalını 52-yə qaldıracaqdı. Nəzərə alsaq ki, Araz Naxçıvanda Qarabağla oynayırdı. Orada çox az ehtimal var idi Arazın qalib gəlməyinə. Yəni Araza yaxınlaşmaq üçün yaxşı fürsət var. 2 xal fərq o. Xal fərqini 2-yə bilərdi. 2-yə. 3-ə, üzr istəyirəm, 3-ə endirə bilərdi. Yəni bir oyuna endirə bilərdi. İkinci oyun maraqlı təbii ki, hələ Araz Naxçıvan Qarabağ oyunu idi. Yəni Qarabağ bir tərəfdən artıq çempion olub, yəni rahatlaya bilər, kubok finalına hazırlaşa bilər. Araz isə birinci dövrənin, mən yəni bu birinci, ikinci, üçüncü dövrə saymıram da, mən ikinci dövrəni... İlk 2 dövrəni birinci dövrə hesablayıram. Yəni onu birinci dövrə hesablayıram. Yəni möhtəşəm futbol göstərirdi, yəni ən azından özünə görə. Və onun sayəsində indiyə qədər 3-cü yerdədir. O vaxt yığılan xalların, toplanan xalların sayəsində. Yəni gözləyirdim ki, görək Araz Naxçıvan yuxudan oyanacaq, oyanmayacaq. Yəni hər şey ola bilərdi bu oyunda. Üçüncü mənim üçün maraqlı olan oyun təbii ki, Kəpəz Sumqayıt. Baxmayaraq ki, tablitsanın axırıdır, sonudur. Amma yenə də maraqlı şey gedir. Hər halda mübarizə gedir. Hal-hazırdakı duruma nəzər salsaq, çox maraqlı bir halla rastlaşırıq. Yəni Araz ilk 3 düydə çempionatın əvvəlində heç kim, yəni çox az adam deyərdi ki, Araz Naxçıvan ilk 3 düydə olacaq. İkinci isə hamı çempionatın əvvəlində. Yəni Zirəni belə ikinci sırada görə bilmir. Yox, Zirə baxma, keçən ildə nisbətən... Büdcəsinə görə Sabah, Neftçi daha çox danışılırdı. Çempionatın əvvəlində biz hamımız Kəpəzi dəfn eləmişdik artıq. Çünki sponsor 60 dolları, yəni 60'dır, ya sözün pis mənasında yox təbii ki. Sponsorsuz qalmışlar. Sumqayıt isə əksinə Avrokuboklardan yeni qayıdan Sumqayıt idi. Yəni təbii ki, belə bir durumda komanda özünə ambisiyası, məqsəd qoyur ki, keçən il misal üçün belə oynadıqsa, bu il ondan yaxşı oynamalıyıq. Amma hal-hazırda biz üzr istəyirəm, nəyə görürük? Kəpəz 8-ci yerdə, Sumqayıt 9-da. Yeri gəlmişən, Kəpəzin yeni sponsoru var, xeyirli uğurlu olsun. Bu barədə artıq paylaşım da eləyiblər. Ölkə hüdudlarından kənarda yaşayan iş adamı, biznesmen Namiq Qafarov idi, səhv eləmirəmsə. Namiq müdür şəxs. Artıq Müşahidə Şurasının sədri seçilib. Bəli. Və əsas sponsor olacaq komandanın. Xeyirli uğurlu olsun. Hər halda bax bu cür iş adamlarının biz dəfələrlə demişik ki, Azərbaycan futbolunda olması labüddür, vacibdir. Çox gözəldir. Necə ki biz bunu Turan Tovuzun timsalında görürük, Ehtiram müəllimin timsalında görürük. Təki Gəncə futbolda dirçəlsin, yeni stadion tikilir, istifadəyə veriləcək, möhtəşəm ab-hava olacaq. Gəncə belə deyək, ictimaiyyəti, futbol azarkeşləri darıxıblar, əzəmətli. Buna layiqdir. Gəncə azarkeşləri buna layiqdir. Oradan da.
Peki bax bu cür sponsorlar çoxalsın klublarımızda. Yeri gəlmişkən bu sponsorları, iş adamlarını biz Karvanda da, İmişlidə də, elə Qəbələnin özündə də, digər klublarımızda da görməyə arzuluyuruq. Yeri gəlmişkən həmin o 3 klubun da Premyer Liqadakı iştirakı təsdiqlənib. Yəni AFFA-nın lisenziyalaşdırma şöbəsi bu klubların Premyer Liqada əsas çempionatımızdakı iştirakına hər hansı bir maneə görməyib. Çox Xeyirli gözəl. olsun. Bir şey vurğulamaq istəyirəm ki, bu kəpəzlə bağlı, yəni əziz dostlar, siz yəni araşdırma aparsaz, ilk bilgini biz verdik. Bəli. Bizim insider şöbəmiz çox yaxşı Sən işləyir. demək istəmirdin, ad çəkmək Ad istəmirdin. çəkmədim, indiyə qədər də ad çəkmirdim. Yəni özləri təsdiqləyəndən sonra birinci biz dedik ki, yəni belə bir söhbət var. Futbol Yəni istəyirsinizsə növbəti tanınan şəxslərdən Erkin İbrahimov da olacaq orada. Erkin İbrahimov artıq orada deyil. Hal-hazırda Erkin Portuqaliyadadır. Hər halda oyunçular axtarır. Deməli, növbəti insiderski informasiya, Aha. yəni eksklüziv təbii ki, bunu heç yerdən eşidə bilmərsiniz, ancaq bizdən. Deməli, diqqətlə qulaq asın. Peki Qurtumiç, ciyarını soyut sonra. Nə, kimin yadındadırsa Rəvan Futbol Klubu, ola bilər gələn il ya da ən gecə ondan sonraki il Rəvan klubu da bərpa olunacaq. Doğrudan. Yaxşı. Məndə belə hissiyyat var. Hissiyatlı yoxsa Fala baxma, estağfurullah. etibarlı yoxsa etibarsız mənbələrdir? Çox etibarlı mənbələrdir. Deməli, əziz dostlar, mən hər verilişdə demək olar deyirəm bunu, indi də vurğulamaq istəyirəm. Niyə görə rahat Xırdalanı içirəm? Kommentlərdə yazırlar, bunlar pivi içə-içə, bunlar pivnoyda oturublar, veriliş yaparlar. Sıfırdır. Sıfırdır. Suyla fərqi, adi sokla fərqi yoxdur. Yəni Xırdalanla dəfələrlə söhbət elədim. Mən müəyyən səbəblərə görə, yəni bu söhbətlərdə çox həssasam. Yəni orada 0-0-0-0-1 də olsa mənim üçün yəni qəbul olunmazdı. Xırdalanla dəfələrlə söhbət elədik. Bizə başa saldılar, texnologiyaları, hər şey başa saldılar. Dedilər ki, qardaş, rahat istəyirsənsə iç. O adamlar ki, kimlər mənə yazırlar ki, olmaz filan. Yox, sən bir tərəfdən namaz qılırsan, o bir tərəfdən budur. Qardaşlar, Allah Taala hamıya qismət eləsin, hamıya qismət eləsin. Məkkə ziyarətini orada marketdə gedin, orada da 0-0 pivələr satılır, orada da. Yəni mən indi namaz qılıram deyə o demək deyir ki, mən bu cür içməyim. Mən futbola baxa-baxa, ya cahillikdən qalıb da mən pivə işə baxırdıq. Azart. Yox, azart deyəndə ləzzət eləyir. Onsuz olmur da sanki. Götürürəm Xırdalanı, içirəm özüm üçün. Halik, başlayaq Qarabağdan. Bugün oyunlar haqqında elə də ətraflı danışmayacaq, çünki toxunacağımız maraqlı bir mövzu var. Artıq klublar 2024-cü il üçün maliyyə hesabatlarını açıqlayıblar. Ruslan deyir 2 dəqiqəyə olacaq. Əla, yığsın 2 dəqiqə. Onda özün yığ, video görüntülü yığ. Özbəkistandan sənə gözləyirik video. Müraciətlər çoxalacaq Ruslana. Onsuz da var. Qarabağ Araz Naxçıvan 2-0. Musa Qurbanlı və Aleksey Kaşuk məsələni həll elədi. 35-ci dəqiqədə Kaşuk Musaya ötürdü, Musa vurdu. Fasilədən sonra isə Qurbanlı Kaşuk ötürdü, Kaşuk vurdu. Bax, belə bu formada Qarabağ 3 xal aktivinə yazdı. Qurban Qurbanov artıq indidən transfer çalışmalarına start verdiyini bildirib. Mövsüm bitəcək, rəhbərliyi ilə danışacaq. Müxtəlif mövqelər üzrə biz heyətimizi daha da gücləndirməyə çalışırıq. Səncə hansı mövqeyə yəni lazımdır soruşsam, əlbəttə ki, hər mövqeyə lazımdır. Amma daha çox deyəndə ki, hava kimi lazımdır. Var hələ mövqe Qarabağda səncə? Hücumçu. 9 nömrə. Center forward. Müdafiə ilə bağlı da problemlər var. Braziliyalı gədə var idi onun yerinə. Juninho yerinə. Juninho yeri gəlmiş ki, sənin xəbərin var da. Yəni bax, Avrokuboklara hazırlaşır. Hətta Qarabağın ikinci təsnifat mərhələsindən mübarizəyə başlamaq ehtimalı da var. Ehtimalı artıq dəqiqləşməyib. Yox, dəqiqləşməyib. Qardaşım, dəqiqləşmə, mən oxudum axı. Bunu deməli
Arsenalın Konkret olaraq vəzifəsinə qədər demək istəyirəm. UEFA-nın yarışlarının keçirilməsi komitəsinin və Qarabağın idarə heyətinin üzvü hamımızın tanıdığı dostumuz Asif Əskərov bu barədə məlumat verib ki, deməli bunun hələ tam dəqiqləşmədiyini bildirib. Fransa çempionu PSG-nin Çempionlar Liqasının finalına vəsiqə qazanması ilə UEFA balanslaşdırma həyata keçirəcək. Bu nə deməkdir? Qitənin ən nüfuzlu klub turnirində ölkə reytinqlərinə və klub reytinqlərinə görə boşalan yerlərin doldurulması baş verəcək. UEFA-nın ölkə reytinq sıralamasında 15-ci yerdə olan ölkənin çempionu bir mərhələ irəliləyərək play-offdan birbaşa liqa mərhələsinə adlayır. Bu deməkdir ki, 15-ci yerdə Yunanistandır və Yunanistan çempionu Olympiakos play-offdan deyil, birbaşa əsas mərhələdən mübarizəyə başlayacaq. Bu halda ikinci təsnifatda 2 əlavə yer açılır. Bu yerlərə əsas namizədlər isə reytinqdə bizdən yüksək olan Slovakiya təmsilçisi Slovan Bratislava, çünki bu komanda ölkəsində çempion olub. İkinci klub isə Macarıstan təmsilçisi Ferencvarosdur. Hazırda öz liqalarında lider olan komanda çempionluğu təmin etməsə də şansı böyükdür. Ona görə də Qarabağın ikinci təsnifatdan başlayacağı ehtimala görə mümkündür, amma dəqiq deyil. Yalnız bu halda. Sonra yazmışdılar. Yox, yanlış, yəni anlaşılma, səhv anlaşılmadır. Mən neyim bə yaşamaq. Görürsən? Ona görə də dəqiqləşdirmək lazımdır. Qarabağın o ki qaldı transfer məsələsinə. Təbii ki, mövsüm bitəcək. Qurban Qurbanovun əminəm ki, artıq indidən qaraladığı, məcazi mənada qaraladığı futbolçular var müxtəlif mövqelər üzrə. Amma sözümün canı, bu heyətlə, bu hücum xətti ilə, Musa Qurbanlı ilə, Nəriman Axundzadə ilə Çempionlar Liqasında, Avrokuboklarda uğur qazanmaq gəlin etiraf eləyək ki, absurd fikirdir. Hər nə qədər yerli futbolçularımıza dəstək olmağa çalışsaq da, onları önə çəkməyə cəhd eləsək də, bu Qarabağa mütləq mərkəz 9 nömrə pozisiyasında oynayacaq bir hücumçu forvard lazımdır. Eyni zamanda digər mövqeləri. Bir çox adam indi yazır ki, Mahir Əmrəlinin adı Sankt Pauli ilə hallanmağa başlayır. Bilirəm, amma yazanlar da var ki, Nürnbergdən gedibsə, hələ Qarabağ qayıtsın da, hər il Avropada oynayarsan, mənlə. Sən necə baxırsan? Mən istəmərəm heç qayıtsın. Mən də təbii ki, istəmərəm. Gəlib Azərbaycan çempionatında yenə bir baş da deyil, bir neçə baş üstün olduğu klublarla, komandalarla çempionatda oynamaqdansa il ərzində 6-7, lap 8-10 olsun Avrokubok oyunu keçirmək üçün Qarabağa gəlməkdənsə elə ikinci Bundesliqada qalmaq daha yaxşıdır ki, artıq fikir verirsinizsə Bundesliqa komandaları da onunla maraqlanır. Bəli. Yəni gəlməsin. Razıyam. Bəs Arazın məni daha çox Arazın transferləri mənə elə gəlir qışda yol verdikləri səhvləri yayda artıq düzəltməyə çalışacaq. Elmar Baxşev hər halda yəqin ki, ciddi söhbət eləyəcək rəhbərliklə. Bu komanda Avrokuboklara yollanacaqsa, heyət 2 qat güclənməlidir, Alik. 2 qat. Bax, bizdə vəziyyət necədir? Bizdə AFFA hər kluba bu sezona görə bir sezonluq 2 milyon yarım verir də indi də, 2 milyon yarım manat. Bir təklif, bir dəfə demişdim ki, zəif klublara biraz daha çox dəstək olsunlar. AFFA borcu deyil əslində. Borcu deyil, yox. Təbii ki, borcu deyil. Amma dəstək naminə də. Dəstək iş adamları olmalıdır da. Başa düşürəm, amma iş adamları eləmirlərsə, yəni garanti olmalıdır, nəsə garanti. Bəlkə belə bir sistemdə tətbiq eləmək olardı ki, yəni bu Avropaya gedən komandalar var, onlara da əlavə nəsə bonuslar kimi 1 milyon, 2 milyon. UEFA onsuz da verir də. UEFA klublara verir. O UEFA verməklə AFFA-nın verməyin çox böyük fərqi var. AFFA misal üçün sezon bitdi bu gün. Deyir ki, qardaşım ilk 3 Avropaya düşən komandalara adam başı 100 manat verəcəm, tutalım da. Sezon bitdi, 100 manat alırsan, gedirsən 100 manatlıq oyunçu axtarırsan. Amma UEFA hələdir ki, özün bilirsən, sezonun ortasında bir də görsən yazırlar ki, UEFA-dan Qarabağ Neftçi bir də Qəbələyə adam başı 160 min avro gəldi. Yəni hələ oyunçu ala bilmərsən axı. Mən sənin oyunçunu alıram. UEFA mənə pul versə verərəm. Yəni bəlkə bu dəstək proqramını biraz fikirləşsəydi ki, AFFA təbii ki, yəni bu müəyyən adamların dəstək, amma bax çox istəyərdim, bilirsiniz necə bir şey olsun. Bax Azərbaycanda futbolu sevən insanlar var da. Misal üçün o həddindən artıq çoxdur. Dəstək olmaq istəyirlər, amma təbii ki, klubu öhdəliyinə götürə bilmirlər.
Yəni klubu saxlamaq yəni böyük puldur. Amma o insanlarla bir müəyyən bir iş aparılsaydı və bir fond yaradılsaydı, yəni Avrokubok fondu deyəlim ona. Bax kimin nə imkanı var, kim dəstək olmaq istəyir? Yəni mən 10 min verirəm, sən 50 min versən, o 150 min verir. Büdcə yığılır o klubda. Büdcə yığılır və o kuboklarda iştirak edən klublara hər il hər şey şəffaf olsun. Yəni istəyirsiniz sayt açın bir dənə ki, cəmaət görsün ki, kimlər dəstək olub. Yəni xalq qəhrəmanlarını tanısın da. Belə bir ifadə var. Və o fond hər ilin nəticəsində ilk 4 deyirəm, Avrokuboklara gedən 4 komandaların arasında paylaşılsın. Paylaşılsın ki, yəni mən də bir azarkeş kimi misal üçün də, yəni dəstək olmaq istəyən adam kimi bilim ki, mənim də nəsə bir yarım qramlıq köməyim olub komandalara da bonus kimi gəlsin. Yəni o fondun da bir müşahidə heyəti olsun ki, onlar da baxsınlar ki, bu pul sırf transferə yönlənməlidir. Yeri gəlmişkən, elə madam ki, klubların maliyyə hesabatlarından söz açdıq verilişin əvvəlində Alik. Təbii ki, xüsusi olaraq bu mövzuya toxunacağıq, amma maraq üçün bəri başdan bildirim ki, Araz Naxçıvanın 2023-cü illə 2024-cü il arasındakı fərqi ciddidir. Əməlli başda özdə nəzərə çarpacaq dərəcədə ciddi fərq var. 2024-cü il üçün deməli gəlirlər 6 milyon 208 min manat təşkil edibsə, Araz Naxçıvanda xərclər 5 milyon 859 min təşkil edib və yekunda müsbət nə qədər? 268 min manat vəsaitdə pul qalıb. Yəni bu deməli xərclərə və gəlirlərə nələr daxildir? Ən çox əmək haqqı və mükafat xərcləri, bütün klubların ümumiyyətlə maliyyə hesabatlarında bu xərclər qeyd olunub. Ən çox əmək haqqları və mükafat xərcləridir. Burada başqa xərclər də var. Agentlərə ödənilmiş məbləğlər və ən çox diqqətimi cəlb eləyən nədir? Alik, yəqin sən də baxmısan o rəqəmlərə. Sayır xərclər. Sayır xərclər nədir? Bunu konkret olaraq niyə açıqlanmır? Lazım. Bax, misal üçün sayır xərclər. Araz Naxçıvanın istədiyim qədər xərcləyim, ora, bura, sağa, sola dağıdım. Yaxşı, bilirsən, o punkt, yaxşı punkt ye. Rəhbərlər üçün, klublar üçün yaxşı punktdur. Yəni çox adama göstərməmək üçün, hesabat verməmək üçün sayır xərclər. Nədir də o sayır xərclər? Məsələn, elə klub var ki, burada sayır xərclər 6 milyondur. 6 milyona sayır xərc olar. Azərbaycanda 6 milyona sayır xərc olar, qardaşım. Bu 7 milyon, 8 milyon sayır xərclər. Mən səni çox gözəl başa düşürəm. Araz Naxçıvandan danışırıq da. Hal-hazırda keçən il üçün bu sayır xərclər 964 mindir. Bu il deyəndə 2024-cü il 2 milyona yaxındır. 1 milyon 963.8, yəni 1 milyon əlavə sayır xərcə gedib. Yəni söhbət nədən gedir də? Yəni İsmail dediyini biraz raşifrovat eləyim. Yəni bu sayır xərclər bu necə ki əmək haqqlarını yazırsınız, necə ki agentlərə ödədiyiniz pulları yazırsınız. Əsas vəsaitlərin nədir bu? Amortizasiyası. Belə bir anlayış da var imiş. Amortizasiya şeydir də. Yəni bu üzr istəyirəm. Mikrofon sındırdım. Artıb azalan. Bu kursla bağlı ola bilər. Bu paduşka deyirlər ona da adətən. Bir sözlə, Qarabağda necədir bu durum? Qarabağ biz bildiyimiz qədərilə ən çox gəliri və xərcləri olan komandadır Azərbaycanda. Gəliri 100% ən çoxdur. Qarabağda deməli 2024-cü il üçün Ağdam klubunun gəlirləri 34 milyon 753 min manat təşkil eləyib. Sponsordan daxil olmalar 466 min, təxminən yarım milyon. Əmək haqqları və mükafat xərcləri buna 20 milyon artıq pul xərcləyib Qarabağ, 20 milyon 648 min. Sayır xərclər 11 milyon 830 mindir. Bax, Qarabağa
bəlkə də yarıyır bu xərclər. Yəni Yox. Qarabağa oturur nə mənada? Sair xərclər deyəndə mən yəqin ki, belə başa düşdüm. Komandaların məsələn səfərləri, charter reysləri, Qardaşım, bunu otellərdə bir punkt kimi yerləşmək. yazmaq Onu olmaz. deyirəm də, punkt kimi hamısını qeyd eləmək lazımdır. Üzr Bu istəyirəm. komanda Qarabağ Sən il ərzində gəlmə. nə qədər ölkə xaricinə gedib, hansı oyunlarda, hansı səfər maçlarında iştirak edib, gedərkən hansı otellərdə, hansı qiymətə məskunlaşıb. Yəni bunlar yəqin ki, sair xərclərdir. 11 milyondan da artıq normal hesab eləmək olar ki, Qarabağ nə qədər səfər maçına getmişdi. No, Qarabağda ən azından keçən il 11 milyon 695, 11 milyon 700 idi. Bu 700 idi. Bu il 11 milyon 800. Yəni Aşağı yuxarı eynidir. hə, aşağı yuxarı eynidir. Prosta sadəcə deyirəm, bunu yazanda, yəni bu söhbət Qadın futboluna çəkilmiş xərclər sıfırdır ya Qarabağda özdə, yox. Problem yoxdur. Qulaq as, yəni burada təəssürat yarana bilər ki, İsmaillə Ələkbər oturub Qarabağın pullarını sayırlar. Yox, sadəcə Klublar əgər hesabat bir saniyə, verirsə bizdə sadəcə bu adamlar var, klub yaratmaq istəyirlər, nəsə fikirləşirlər. Onlar bilmək istəyirlər ki, qardaşım, bu sair xərclər nə deməkdir? Salam aleyküm. Aleyküm salam, müğənni qardaşımız. ¿Cómo estás, amigo? Como estás? dilin dəyişib. Como estás? İtalyan dilindədir. Yox, nə komestas İtalyan. Como estás? Sen Como bizim estás? hem de Emirdanov şeydir, poliglottu en azından. Nə glot eşitmədim. Glot nə? Nə glot? Necedir. Nə gedir? Poliglot. Orada var Xırdalan 0-0 Rosik. Erdoğan 0-0 ancak bizim Azerbaycan'ımıza məxsusdur. Ancak Bakıda, ancak Xırdalan. Görsənir nə? 0-0. Qulağa, zero. Qardaşım, sən halal de. Mən səni qibtə eləyirəm, Rosik. Mən sənə qibtə eləyirəm, Ruslan. Niyə deməyim Ruslan, ki? yox, başqa şey. Müğənniliyi deyir, qibtə eləyir. Ruslan, biz şeydir. Ruslan, azarkeşlərimizə, azarkeş deyirəm, estağfurullah, tamaşaçılara başa saldıq ki, sən dünən o möhtəşəm El Clasico'ya getmişdin. No Camp'dan təəssüratlarını bölüşə bilərsən? No Camp Yəni yox. bizimlə. No Camp yox da, Olympic Louis Company. No Camp'ta böyle. No Camp yox. Çaptırıncı yanı No Camp'ta böyle. Stadionda nə baş Lazım verirdi? idi sən Ali. Nə baş verirdi orada, stadionda? Orada ne verir baş? Orada baş işte. Şimdi o rüya dedim Hasan'ın petaldır normaldir. 4 tane necə petaldadırsa varsa sana değil baş. Aha. Şimdi de Yo, oyunu hesaba hamımız bilirik. Stadionda atmosfer necə idi? Atmosfer necə idi stadionda? Atmosfer gəldiyi təxmini 759-765 bir şeydi. O havanın atmosferi. Yəni yüksək səviyyədə. Necə lazımdır. Deməli, Qardaşım, gedəsən Barselonaya, El Clasico günü, dünyanın bəlkə də ən yadda qalan 7 qolun vurulduğu El Clasico bir də ələ düşməyəcək. Sən o oyunu niyə stadiondan yox, O bir də hələ bir şey deyil. Ceyb kafedən niyə baxmısan oyuna? Ona görə ki, o kampına onun kayfını verməyəcəkdi da o. Hə, amma görsən onları minnətli çıxartdı. dondu. Ya bilərəkdən dondurdu, ya Yox, dondu. Madridə gedirik. Hə, bilirəm. Donmusan. Sən bir dəqiqə. Ya. Arif Quliyeva necə oxşar? Allah haqqı. Olsam da dolacam da. Zərəri görsən də fikirliyi yox. O, sürət qatarıdır. Qatardansa Qəbələyə gəlsən, Sürət qatarı 220 ilə gedir, sən şeyə gedirəm. Buradan Dolcastan, Zaragoza, sonra da Madrid Allah'ın cüməli ilə. Çatan kimi Madrid'də promo bitirdirəm. O dostum orada gözləyir məni, Əbülfəz. Elə onunla danışmışam. Saat 4-də Atletico Madrid'in məşqi var. Qəşəng. Məşqinə girəcəm. Ondan sonra da Foliyada məşqlər var. Gedəcəm elə kakrat tanış olacam onlarla. Onlar gəlmişlər o keçən Elmazor kampında buradaydılar. O məşqləri var, bəziləri ki tanıyıram. Elə qəşəng təcrübədir. Gedim baxım görüm necə məşq edirlər. Nə yeniliklər var. Nətər olur ki bunlar həmişə bizi qabaqlayırlar, bizdən qabaqladılar. Biz elə gedib onlara satanmırıq. O şirlərdən görüm oğurluya bilsəm gətirib Azərbaycanda danışacağım. Qaval daşın sirrini gətirərsən.
Raval daşın sildin gətirəcəm, o üstündə nəsər Ravada dubal edirsən. Onunla görsədəcəm orada nəsər o edirlər. Onlar o nəsər ki, beatbox'un nəsər beatbox'lar gəlib gətirmazlar təmir edirlər. Maşallah futbol barəsində yəni bunlar konkret yəni vallahi bunlara satmaq variantımız yoxdur. Düz deyil. Dünənlərim şeydə də Rəşad müəllimdə press konferansiyasında baxdım. Müəyyən bir yaş qrupası var ki, İsmail. Biz elə bil o 17 maksimum 19-a çatanda da hardasa belə duruşa bilərsən kimdənsə. Ondan o sələfə yuxarı getdi, bunlar inkişaf Bax onu nədir də? Bizim bəlamız, problemimiz nədir axı? Bizim bəlamız odur da, qardaş, odur. Oradan bir Rəşad müəllim bütün o hamısını dünən oxudum, ləzzət edirəm. Əysə mənə deyim də. Var qardaş, bu öz çıxışında hamısını vurğuladı qardaş. Ne oldu? Ben 17 yaşında ben de oynuyordum. İngiltere Birliği'ne. Beyaz da ben hani Fiskis Bor'unda oynayanda Bakı'da İngiltere'yle hansı ki Manchester United'da oynuyoruz. Liverpool, Real Madrid'de oynuyoruz. Liverpool'da oynuyoruz. Hamısı İngiltere'nin klublarında çıxış edirlər. Ben onlarla necə 0-0 oynuyorum. 0-0'da 21 yaşında, benim 20 yaşında oynuyor Manchester United'da, biri Liverpool'da. Ben de oynuyordum. Buralara karşı 0-0. İsteseler bize 5 lira var. Niye vurabilmeyiz? Veyahut da niye kurtla sultanımız bura? Deməli... Çünki sənin arxonda mən dayanmışam, brat. Sözün həqiqi mənasında arxanda dayanıb ha, Rusik. Ben onda özüm kürəyimi rahat şəkildə arxaya... Rahat. Yeri gəlmişkən, Ruslan, dünən özün də meydandaydın ha. Dünən özün də meydandaydın ha. Bildiyin kimi deyirəm. Gerard Martin oxşamır Ruslan. Gerard Martin oxşamır Ruslan Əmircanov. Yox, Cinah müda. Gül kimi qəşəng. Ruslan Əmircanovu Gerard Martinə bənzədənlər yazın rəy bölümünə. Yazın. Soram kimə bənzədirsiniz Ruslan Əmircanovu? Gəlin belə bir sorumu keçirdək. Görsədənlər, kimə bənzədənlər. Gerard Martinə də oradan bənzərliyi var. Ruslan tamaşaçıların hamısını tamamlayıram. Şeydir, fırıqlayır səs. Qəbəl eləyək. Gələrsən burada inşallah özün elə danışarsan. Yəni verilişlərimiz olacaq da. Yəni səni işdən çıxartmamışıq biz. Küstü. Dondu bildiyin. Yəni qatar sürətdir də, internetin sürəti yoxdur. Nəysə, Ruslana tapşırmışıq. Ona deyim bir dənə sonra xətrinə dəyməsin. Qarşısına çıxan maraqlı görüntüləri, elə Atletico Madriddə olacaqsa məşq prosesini çəkib bizə göndərəcək, paylaşacaq. Elə özü də gələndə növbəti buraxılışda artıq təəssüratlarını bizimlə bölüşə bilər. Harada qalmışdıq? Emin Mahmudov. Neftçi üçün necə dəyərli, necə vacib, necə əfsanə biri olduğunu bir daha sübut elədi. Halbuki dedilər oynamayacaq. Oyundan qabaq mən bir neçə mənbədən oxudum. 10-cu dəqiqədə onun vurduğu qol, cərmə zərbəsi qolu. Yeri gəlmişən Turan Tovuzun qapısına vurduğu ikinci cərmə zərbəsidir. Yaxın keçmişdə xatırlayırsınız yəqin ki, Neftçi Arenada Kubokun yarımfinal maçında cavab oyununda fərqlənmişdi Emin Mahmudov baxımlı cərmə zərbəsi qolu ilə. Turan Tovuz onun üçün düşərli komandadır bu baxımdan. Topu iynə dəliyindən keçirdi. 9-luğa mükəmməl şəkildə yönəltdi. Bax, bu futbolçunun, belə futbolçuların qədirlərini bilməliyik. Belə futbolçuları həvəsdən salmamalıyıq. 2+1 müqaviləyə qol çəkmişdi, xatırlayırsınızsa. 2 il bitir. Üstəgəl 1 bəndi qalır. Özü də bildirib ki, oyundan sonra verdiyi müsahibəsində rəhbərliklə danışığımız, söhbətimiz olacaq. Qalmağı arzuluyur, qalmağı istəyir, uzun illərdir Neftçinin şərəfini qoruyur, uzun illərdir Neftçinin formasını geyinir. 2017-ci ildən bu yana az deyil, bu adam artıq 8 ildir Neftçinin ailəsinin üzvüdür. Neftçinin əfsanəsidir, Neftçinin kapitanıdır, indi kapitanlıq sarğısını daşımasa belə. Emin Mahmudov başqa bir dəyərdir, doğrudan da Neftçi üçün başqa bir dəyərdir və belə oyuncuların qədrini bilmək lazımdır. Rəhbərlik də, məşqçilər korpusu da, digər rəsmi şəxslər də bu cür futbolçulara dəyər verməlidirlər. Hər bir sözünlə razıyam. Sadəcə bir şey əlavə eləmək istəyirəm ki, çox istəyirəm millidə də Emin, baxmayaraq ki, millidə Neftçidən daha yaxşı oyun göstərir. O millidəki bir qolunu necə sıxıram?
İsveçə vurduğu. Ümumiyyətlə növbəti qolunu necə sıxıram? Ha, hələ bildim xatırlayıram desə. Rekord üçün, rekord. Rekorda əlbəttə, yəni çox istəyərdim ki, Emin Mahmudov da Emin Mahmudov millidə də yəni bu səviyyəyə çatsın, yəni əfsanələrlə bir sıraya dura bilsin. Çünki ona layiq oyunçudur, insan kimi çox gözəl insandır, şəxsən bu mövsümdə o bəzən dəyərləri görmədi. Biz hamımız bunu keçən müşahidə elədik, mövsümdən deyəsən başlamışdı, başlamışdı. Dövründə. Yəni bu kapitan sarğısını ondan alandan sonra ümumiyyətlə bir çox oyunçu elə bir durumda sınar mənəvi olaraq. Amma Eminə halal olsun, yəni yolunu davam eləyir. Və ümid edirəm ki, nəhayət gələn sezonun nəticəsində Emin qardaşımız yenidən Avrokuboklara qayıdar. Azarkeşlərə də vəd verib ki, kapitan olaraq növbəti mövsüm daha yaxşı olacaq. Bu yaxşı olacaqları biz nə qədər eşitmişik. Neftçi Azarkeşləri, fanatları nə qədər eşidiblər bu vədləri. Samir Abbasov da oyundan sonra mətbuat konfransında yəni çəkinə-çəkinə, ehtiyatlana dediyi bunu. Biz hər dəfə ümid veririk, vəd veririk neftçi fanatlarına, azarkeşlərinə, amma artıq özümüz də deyir, utanırıq. Yəni o dərəcəyə çatıb ki, rəhbərlik hesabat vermir, açıqlama vermir. Yenə öndə olan Samir Abbasovdur, öndə olan futbolçulardır. Üzdə olan onlardır. Halbuki danışmalı olan nə qədər adam var Neftçidə. Çıxıb xalqın qarşısında, xalqın komandasının bu vəziyyətə düşməsinin səbəblərini açıqlayacaq nə qədər adam var Neftçidə. Hanı onlar? Niyə çıxıb bir söz demir? Niyə bax o vədləri niyə onlar demir? Samir Abbasovlar deyir, Emin Mahmudovlar deyir, başqa futbolçular deyir. Niyə də niyə? Klubun bir rəhbəri çıxsın ortaya. Nə qədərdir Neftçinin gəliri və yaxud xərcləri? Yəni bu qədər gəliri və xərcləri olan komandanın çempionatda sona 2 tur qalmış, liderdən 43 xal az toplaması, ikinci sıradan 30 xal az toplaması, üçüncü pillədən 15 xal geri qalması, kubokdan əlini üzməsi, 2 il ardıcıl olaraq Avrokuboklara düşə bilməməsi, bu rüsvayçılıq nə zaman bitəcək Neftçidə? Neftçinin maliyyə hesabatı. Diqqət yetirin. 2024-cü il gəlirlər 28 milyon 250 min manat. Azərbaycanda Qarabağdan sonra ikinci belə göstəricidir. Alik. 30 milyona yaxın gəlir Neftçidə. 2024-cü il üçün. 30 milyona yaxın. Bilet satışından gəlirlər 99.251. Sponsorlardan daxil olmalar, reklam gəlirləri 3 milyon 384 min. Futbolun inkişafı fondundan daxil olmalar 2 milyon 310 min. Ümumi gəlirlər 28 milyon 250 min. Bəs xərclər, əmək haqqı və mükafat xərcləri 20 milyona aşır. Neftçinin Qarabağdan məvacibləri, mükafat xərcləri 20 milyona aşır. 20 milyon 263 min. Əsas vəsaitlərin amortizasiyası 403 min. Qeyri-maddi aktivlərin köhnəlməsi 967 min. Agentlərə ödənilmiş məbləğlər 85 min. Qadın futboluna çəkilmiş xərclər 80.740 min. Və sair xərclər. Sair xərclər bir komanda Avrokuboklara yollanmırsa, ardıcıl 2 ildir, 2 mövsümdür. Yəni bunun charter reysi, otel xərcləri, düzdür, indi hər mövsümdə, yay və qış sezonunda, mövsümündə komanda toplantılara gedir, toplanışlara gedir. Türkiyə daha çox bu baxımdan seçilir. Yay təlim məşq toplanışları, qış təlim məşq toplanışları. Avstriya adətən. Amma bu 6 milyonu aşmalı deyil də bu sair xərclər. Razısan yoxsa yox? Nədir də bu sair xərclər nədir? Bütün klublara baxırıq. Neftçinin sair xərcləri 6 milyon 394 mindir. Nədir qardaş bu sair xərclər? Biriniz çıxıb deyəcəksiniz bunu. Bəlkə bu sair xərclər deyəndə nəzərdə tuturlar. Bu bazanın işıq pulu, məndən hesabat ləvazimatlar. Hesabat nədir?
Hesabat Punkt, maddə. Yəni bu əslində bu hesabat Bölmə, bizim gördüyümüz bu yazırsan, hesabat qeyd edirsən, şeydir. nəyə hara Yola verməkdir də. Yəni hə, Hə də. mənə gəlib 100 manat, mən xərcləmişəm 99 manat. Nəyə xərcləmişəm? Hə, 10 manat maaşa gedib, 20 manat şeyə gedib, bilmirəm nə premiyalar, mənnəmlələr. Qalan 70 manat da digər xərclərdir, digər xərclər. Hə. Qardaşım, sözümün canı lap yaxşı. Sayır xərclər 6 milyon, 8 milyon, 10 milyondur. 28 milyon gəliri olan komanda. Bir ildə Bu 28 qədər oyunçu milyon. alıblar axı. Yo, onu da nəzərdən çıxardıblar. Alsınlar da 1000 oyunçu alsınlar. Hanı o nəticə? Nəticə 28 milyon gəliri olan komanda, 28 milyon xərci olan komanda niyə 6-cı yerdədir? Niyə Avrokuboklardan kənardadır? Sayır xərclər deyir ya. Bax misal üçün bura yazılmayan xərclərdən biri. Bax keçən il misal üçün sayır xərclərdən birini deyim də, yəni bunu mətbuatdan oxuduq da. 25 min manata himn yazdırmışdılar. Möhtəşəm. O nə kimsə eşitdi onu, nə kimsə gördü. 25 min manat himnə pul xərclənmişdi. 25 min manat bu 6 milyon yanında bir Bu loqotipi dəyişiblər ha. Simiçka puludur. Yox, başa düşürəm. Onlardan bu loqotipi dəyişiblər ha. Nəzərə alsaq ki, neftçidir. Neftçidən bu sifarişi alan adamlar neftçi ilə 300 manata, 340 manata danışmayacaqlar. Neftçidən bu yeni loqotip üçün bəlkə də 50 min pul istəyiblər. Mənim deməyim tamam başqa. Brendingdir. Mənim deməyim tamam başqa dalik. 28 milyon bəs neçə verilişdi barbar bağırırıq. Neçə verilişdi deyirik. Bax klubun əsas maliyyə dayağı Sokardır. Sokar bu pulu verirsə, sponsor gəlirləri nə qədərdir? 3 milyondan artıq. Sokar nə qədər pul ayırırsa, digər sponsorlar nə qədər pul ayırırsa klub üçün, niyə tələb eləmirlər qardaş? Hara gedir bu pullar? Neftçini niyə bu vəziyyətə salırsınız? 30 milyona yaxın gəliri və xərci olan klub niyə bu vəziyyətdədir Ali? Bildiyin bir şey var. Gələn il daha yaxşı olacaq. Gələn il daha çox olacaq büdcə, daha çox xərclər, gəlirlər olacaq və komandanın taleyi bir müəmmalı momentdir. Yəni təbii ki, bunu sual verəcəm. Sual versəm deyəcəklər ki, yəni sənə nə lazımdır? Yenə deyirəm. Qardaşlar, əzizlərim, bu sualı verməklərimizin məqsədi o deyil ki, biz bilmək istəyirik. Şəxsən İsmaillə mən bilmək istəyirəm. Bilmək istəyirik. Ya da ki, biz kiməsə burada iftira atırıq ki, bu gəlib, bu qədər pul gəlib, o qədər pul gedib, deməli bunu oğrayıblar. Onu da demirik. Sadəcə maraqlı bir şeydir. Bir sualım var. Keçən illə müqayisə edirlər də bir yerdə bu il 2023-2024 2023-də sayır gəlirlər də sən demə var. 520 min manat olub, 30 manatı saymıram da. Bu ilin sayır gəlirləri 22 milyon 500 min. Yəni 22 milyon əlavə bu sayır gəlirlər nədir? Bunu yola bir desəydiniz, o biri klublar da öyrənərdi də. Yəni bilərdi bu sayır gəliri bir ilə necə 20. Çünki sponsor deyildi. Sponsor burada 3 milyon yazılır. Sponsor yazılır da. Yəni təbii ki, bilirik sponsor deyə. Elə bu çuxurda Neftçinin məğlub etdiyi Turan Tovuz, 4-cü sırada olan Turan Tovuz, 4-cü pillədə olan və Avrokuboklara getməyə hələ də şansı olan Turan Tovuzun 2024-cü il üçün gəlirləri 6 milyon 145 min. Xərcləri 6 milyon 104 min. 28 milyon hara, Alik? 6 milyon hara. Yox, bunu müqayisə eləmək biraz şeydir. 4 dəfədən artıqdır ya. 4 dəfədən artıqdır Neftçinin xərcləri və gəlirləri Turan Tovuzla müqayisədə. Turan 4-cü yerdədir, Avrokuboklara iddia edir. Neftçi 6-cı yerdədir, hər şeydən əli üzülüb. Ya deməyim odur ki, bu qədər komandanın gəliri varsa, xərcləri varsa, hanı da nəticə hanı? Keyfiyyətsiz, heç kimə lazım olmayan futbolçuları gətirib yalandan komanda formalaşdırmaqla idarə etmə olmur da. Klub idarəçiliyi olmur. Turan Tovuz keçən il biletlərdən 9100 manat qazanmışdı. Bu il 57500 manat. Maşallah.
Hə, yəni 5 kart demək olar 6 qat. Turan Tovuzun sayır xərcləri nə qədərdir? 2 milyon 153. Bu sayır xərclər hamıda eynidir. Keçən il 2 milyon 37 min idi. Və əmək haqqına baxırıq. Neftçidə nə qədər idi? 20 milyon aşır, düzdür? 20 milyon aşır. Əmək haqqları və mükafatlar. Turan Tovuzda bu rəqəm 3 milyon 752 min. Fərqə baxın. Yəni Turan Tovuzun gətirdiyi legionerlər və onların verdiyi məvaciblərə, futbolçuların, təbii ki, burada bütün məvaciblər var. Bütün işçilərin, işçi heyətinin məvacibi nəzərdə tutulub. Amma futbolçular da əlbəttə ki, əsas işçi qüvvəsi hesab olunur. Xırdalan 00-ın sponsorluğu ilə IQ Sportsun media layihəsi Tura baxış davam eləyir. Növbəti oyuna keçməzdən öncə Turan Tovuz Neftçi qarşılaşması ilə bağlı bir də diqqətimizi cəlb eləyən vəziyyətə, məqama, kadra, görüntülərə toxunmağı özümüzə borc bildik. Oyun qutarandan sonra azarkeşlərdən biri Samir Abbasova müraciət eləyir ki, yaxınlaşsın zəhmət olmasa. Samir Abbasov əvvəlcə mətbuat konfransına da bildirdi ki, elə bildim söymək üçün çağırır. O qədər alışıblar ki, da bilmədim, nə olar, yaxınlaşdım. Amma azarkeşin istəyi, tələbi başqa idi, xahişi başqa idi. Emin Mahmudovun formasını istəyirdi şəhid ailəsinə təqdim eləmək üçün və bu münasibətlə Samir Abbasov sağ olsun Emin Mahmudovun oyundakı geyimini, formasını əynindən çıxardı və həmin o azarkeşə təqdim elədi. Bax, belə təqdirə layiq hallar da olur. Sağ olsun Emin də, Samir müəllim də. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa diləyirik. Bu cür hallar əlbəttə ki, futbolun içində olan, futbolu sevən şəxsləri daha da sevindirir. Əlbəttə, yəni bizim də istəyimiz, yəni mən ən azından bizim verilişin aparıcılarının adından, bu yaradıcı heyətin adından deyə bilərəm bunu əminliklə. Bizim də istədiyimiz futbolda belə anların olmasıdır. Belə şeyləri ilə daha gözəldir. Əlbəttə. Yəni azarkeş istədiyi an futbolçu ilə ya da baş məşqçi ilə ünsiyyətə girə bilməsi bu normal bir haldır. Yəni o deməyim deyil ki, gecə saat 2-də kimsə Samir Abbasova zəng eləsin ki, yəni Samir necəsən? Bir dənə şey soruşmaq istəyirdim. Yox, hələ şey yoxdur. Yəni oyundan sonra normal belə ünsiyyət olsun, stadionlarda söyüş olmasın ümumiyyətlə. Ən nifrət elədiyim şeylərdən biridir. Bir tərəfdən biz istəyirik ki, stadiona xaricdəki kimi ailələr gəlsinlər. O biri tərəfdən stadionda yəni bu oyunlarda, xüsusən bu derbi oyunlarında da, derbi dediyimiz oyunlar. Söyüşün biri bir köpük. Yəni təbii ki, Türkiyə ilə də müqayisə eləmək olar. Türkiyədə misal üçün oyuna 1 saat qala söyüşlər başlayır. Özü də pis söyüşlərdir. Yəni bizimkilər onlara nisbətən toya getməlidir. Amma yenə də bu yəni cəmaətin ailəsi var, anası var, bacısı var, balaca uşaqları var. Yəni stadiona gəlməsə də bu efirdən qulaq asanda, nəsə baxırsan, oyun gedir. Neftçi azarkeşləri hələ də boykotu davam etdirirlər. Yəni Turan Tovuz səfərinə də azarkeşsiz yollanmışdı Neftçi. Azarkeş dəstəyindən məhrum idi flaqman. Yəqin bu sezon və emin də deyir ki, biz nə vaxtsa yaxşı oynayacaqsa, yaxşı nəticələrimiz olacaqsa, azarkeşləri də yanımızda görmək istəyirik. Ümumiyyətlə, Neftçi fanatları həmişə dəstək olub Neftçiyə. Vəziyyətindən, durumundan asılı olmayaraq. Amma görün nə hala çatıblar ki, nə qədər beziblər ki, artıq boykot eləmək qərarına gəliblər. Nəysə, keçək növbəti matçımıza. Sabah Şamaxı qarşılaşması bu oyunda maraqlı alındı. 4 qol vuruldu. İlk yarı 1-1 hesabı ilə bitmişdi. Nogueira müdafiəçinin dublu Sabahın qələbəsində mühüm rol oynadı. Leroy Mikes Joy Lens Mikkelsin qardaşı Şamaxının heyətində fərqlənərək hesabı bərabərləşdirmişdi. Yeri gəlmişkən Joy Lens Mikkels, onun böyük qardaşı bu maçda iştirak etmədi. Fasilədən sonra isə Şafrankonun 90+3-cü dəqiqədə vurduğu qol maçın yekun nəticəsini müəyyənləşdirdi. Vasili Berezutskinin mətbuat konferansında səsləndirdiyi fikirlər qələbədən qələbəyə biz özgüvənimizi artıracağıq deyib, daha da yaxşı formada olacağıq və
Ayxan Abbasovun fikirləri də maraqlı idi. Daha çox yerli gənc futbolçulara şans verdim. Bu oyunda bəzi oynamayan futbolçulara da oynamaq imkanı yaratdım ki, onlar da bu mövsümdə Premyer Liqanın, əsas çempionatın həyəcanını hiss eləsinlər. Amma gileyləndiyi məqam da hakimliklə bağlı idi ki, bu mövsüm ərzində neçənci dəfədir ki, Fərid Hacıyevin idarəçiliyindən narazı olduğunu da dilə gətirdi. Bu hakim nə zaman bizim oyunlara təyinat alıbsa, söhbət Fərid Hacıyevdən gedir, bizə qarşı çox xətalar, çox səhvlər edib. Məsələn, top çıxıb amma cərimə verir, ayıbdır. Uşaqların bu boyda əziyyətini yerə vurur. Həmin hücum künc zərbəsi oldu. O da qolla nəticələndi. Neçə epizod oldu ki, sarı vərəqə vermədi. Bundan sadə epizodlarda bizə sarı verirlər. Fərid Hacıyev oyunu zəif idarə etdi. Bu hakim bizim oyunlarda çox zəif idarə edir. Bilmirəm nədən irəli gəlir. Mənim bir sualım var. Oyundan qabaq təbii ki, hakimi elan edəndən sonra ki, deyirlər ki, hakim bu olacaqdı. Oyundan qabaq komanda nəsə etiraz bildirə bilər ki, xahiş eləyirik bu hakimi dəyişin. Azərbaycanda. Sənin bilgin var mı? Dünyanın hər bir yerində var. Yox, bilirəm. Dünyanın hər bir yerində var. Bax, adicə, dünən El Klasikodan öncə, ümumiyyətlə Real klubu, Real klubunun televiziyası, internet kanalı hər oyundan öncə hakimlərə təzyiq edir. Təyin olunan hakimlərlə bağlı. Yəni, məsələn, dünənki hakimlə bağlı maraqlı bir video çarx hazırlamışdılar. 1994-cü il idi, neçənci il idi? Bu hakimin 12 yaşında olarkən verdiyi müsahibə, uşaq vaxtı verdiyi müsahibə. Mən Barcelona fanatıyam. Mənim ən sevimli oyunçum Romario olub. Fikir ver, həm Barcelona, həm də Barsada oynayan futbolçuları vurğulayıb. Alejandro González kim idi? Alejandro kim idi dünənki referi? Alejandro idi adı. Yəni, belə bir hakimin El Clasico'ya təyin olunması öncədən Real tərəfindən, Real klubu tərəfindən, yəni, qınaq obyektinə çevrilmişdi ki, biz bu hakimi istəmirik. Rahat şəkildə hər bir klubun da bəlkə də haqqıdır, bəlkə də deyil, bu hakimi istəyirik və yaxud istəmirik. Hər halda statistika var da, mövsüm ərzində filan referinin idarə etdiyi oyunlarda bizim nəticələrimiz və yaxud bizim idarəçiliyimiz necə olub, digər maçlarda necə olub. Əziz dostlar, əziz tamaşaçılar, gəlin tarixə bir qısa ekskurs edəyik, tarixə. Deməli, il 1986, yay ayları, Meksikada dünya çempionatı. 4-1, final 4-1. Belçika ilə SSR oynayır. Sudya Fredrikson. Hakim Fredrikson. SSR də o il, 86-cı ildə, yəni favoritlərdən biri idi, çempionatın favoritlərindən biri idi. Necə ki, 2 il sonra Avropa çempionatının finalını. Finalını oynadılar, bəli. Amma sözüm onda deyil. Deməli, Belçika ilə oyununda bu Sudya Fredrikson Skandinaviyalı deyəsən, hə? Danimarka yoxsa İsveç? İsveç idi deyəsən. Soyadı bənzəyir. Bu Fredrikson Belçikanın 2 ofsaytdan vurulan qolunu hesaba alır. SSR-nin qolunu saymır və nəticədə Belçika bir qol fərqlə yarı finala çıxır. Çıxır yarı finala. Yəni açıq-aşkar Fredrikson SSR komandasını orada saxlayır, durdurur. 4 il sonra dünya çempionatı Amerikada. Amerikada idi da 90-cı ildə. İtaliyada. İtaliyada 94-də idi Amerikada. Üzr istəyirəm. Deməli SSR-nin qrupda oyunu kimi ilə? Argentina ilə. Hakim kimi qoyurlar Fredriksonu. Yenə həmin referi. Həmin referi. Və ondan qabaq bu Sovetski Sport qəzetində oxuyurdum mən ki, yəni bizimkilər niyə görə şey eləmirlər, tələb eləmirlər ki, deyir, adam açıq-aşkar SSR komandasını durdurdu. Yıxdı, sürüdü. Bunlar yəqin bəlkə də fikirləşiblər ki, haqqı var idi dəyişməyə, tələb eləməyə. Bəlkə fikirləşiblər ki, bizə qarşı haqsızlıq edib, indi köməklik eləyər. Amma həmən oyunda Argentina 1-0 qalib gəlir və orada yəni hamı Maradona'nın əllə vurduğu qolu 86-cı ildə vurduğu qolu xatırlayırlar dünya çempionatında. Amma SSR-lə oyunla SSR-in hücumların birində top qapıya gedəndə, Argentinanın qapısına gedəndə Maradona əli ilə o topu çıxardır. Əli ilə çıxardır. Və orada 11 metrə vermədilər. Təbii ki, hakim deyir ki, heç nə yox idi. Hər şey normal idi. Yəni eyni hakim. Mən bunu niyə görə deyirəm?
hakimləri dəyişmək bu doğal haqq olmalıdır. Mən hər efirdə deyirəm, mən bizim hakimləri pis hakim saymıram. Yəni bizdə Qərəz olmadıqdan sonra əsas çox vacib faktor deyə bu hakimlikdə qərəz. bu bəli, Səhvlər var, olub, olacaq da. Bu hakim heç. stres altına düşə bilər. Bax misal üçün həmin bu hakim qardaşımız neçənci dəfədir ki, bu Elmar Baxşeyev deyir ki, hər oyunumuzda Ayxan yox. Abbasov deyir. Hə? Ayxan Abbasov. Ayxan Abbasov, üzr istəyirəm. Hə, deyir ki, neçə oyundur ki, bu qərəzli Qərəz demirdi, bilmirəm niyə belədir. Hə, Amma yaxşı, bizə bunu qarşı deyir. oyunlarda zəif idarə edir. zəif idarə eləyir və bu hakim sabah yenə Şamaxın oyununa düşsə, artıq stres altında oynayacaq ki, mən birdən yenə çaşdım. Ola hakim ilk növbədə insandır. Bunu yaddan İnsan faktoru. çıxartmaq lazımdır. Əlbəttə insan faktoru var. Yəni texnikada hər şey Mən də inanmaq Mən- istəyirəm ki, hakimlərimizdə qərəz yoxdur. mən əminəm ki, bizim hakimlər Olmasın tək ki. qərəz. Amma VAR-ın olduğu bir dövrdə də bu cür xətalar, səhvlər olmasın da istərsəmiz oyunun nəticəsinə. Baxın, yəni VAR hər bir epizoda müdaxilə eləyə bilmir. Necə ki Ayxan Abbasov bildirir ki, cərimə var idi, amma o hakim oyunu davam elədi. Oyun da bərpa olunursa küncdən zərbədən sonra ondan əvvəlki epizoda baxıla bilməz. VAR müdaxilə eləyə bilməz. Amma nə baş verdi? Həmin o səhvin yekununda verilən küncdən zərbə qolla nəticələndi. Qol gətirdi Sabaha. Yəni söhbət bundan gedir. Sabahın xərcləri və gəlirləri, bu klubun da çox ciddi gəlir və xərcləri var, Alik. 2024-cü il üçün Sabah klubunun gəlirləri 26 milyon 953 min, 27 milyon manat təxminən. Xərclərə baxırıq. Biz əvvəl dedik 22 ancaq milyon Qarabağ 600. Neftçi, Qarabağ Ha. Neftçi. Sabah da Neftçi ilə eyni səviyyədə, Qarabağdan demək olar eyni Yəni səviyyədədir. 3-cü klubdur da. Neftçidə 28 milyon idisə, Sabahda 27 milyonu təxminən. Deməli, əmək haqqı və mükafat xərcləri 14 milyonu aşır. Əsas vəsaitlərin amortizasiyası 103 min. Agentlərə ödənilən məbləğlər 854 min. Sair xərclər Sabahda 7 milyon yarım. Sabahın sair xərcləri 7 milyon yarım dalik. 7 milyon Sponsorlardan 580. daxil olmalar, reklam gəlirləri 20 milyonu aşır. Maşallah olsun. Reklam və sponsor gəlirləri Sabahda inanılmaz göstəriciyə malikdir. 20 yəni milyon aşır. 3-cü yerdə gedir də. Bu. Futbolun inkişafı fondundan daxil olmalar 2 milyon yarım təxminən. Bilet satışından gəlirlər 51 min. Aşağı göstəricidir. Nümayiş hüququndan daxil olmalar 14 min. Sair gəlirlər 3 milyon 712 min. Əvəzində Qadın futbol 0. Qadın futbolu 0. Əvəzində Şamaxıda necədir vəziyyət? Yəni çempionatımızın ən az büdcəyə malik olan klubu, komandası. 2024-cü ilin gəliri 3 milyon. 3 milyon manat. 3 milyon. Demək olar ki, dövlət hesabına ayaqda qalmağı bacaran klubdur. Amma Ayxan Abbasova eşq olsun, əhsən nəyə görə deyirik? Bax bu heyətlə, bu büdcə ilə, bu cür gənc və yerli oyunçularla komandanı ayaqda saxlamağı bacarırsa və turnir cədvəlində də mövsümün sonunda Şamaxı 7-ci pillədə olursa, Neftçidən 4 xal geridədirsə, Neftçi kimi 28 milyonluq gəliri və xərci olan klubla müqayisədə 4 xallıq fərq varsa, əhsən həqiqətən də Şamaxı komandasına və Şamaxının xərcləri 2 milyon 463 min manat təşkil eləyib. Alik, rəqəmlərə baxsan, rəqəmlərə diqqət yetir. Toplam xərc. Və əmək haqqı və mükafat xərcləri 1 milyon 649 min. Keçən ilə nisbətən azaldı. Gülünc rəqəmlər deyə, yəni görün kimlərlə biz hansı klubları müqayisə eləyirik, hansı ciddi rəqəmlər, gəlirlər, xərcləri olan komandalar, Sabah kimi, Neftçi kimi, bu klubların gəlir və xərclərinə baxın, Şamaxının gəlir və xərclərinə baxın. Şamaxı ancaq və ancaq tərifə layiqdir. Başqa heç nə demək istəmirəm. Şamaxı və Kəpəz bu idi ki. Yəni uşaqlar, yəni indi təsəvvür eləyirsiniz, misal üçün Qarabağda, Sabahda, Neftçidə qalibiyyətə nə qədər premiya verirlər, Şamaxı ilə Kəpəzdə qalibiyyətə nə qədər premiya verirlər. Təki Şamaxında sponsor olsun Kəpəz kimi. Təki hamının sponsoru olsun. Mövsüm artıq yekunlaşdıqca, mövsümün sonu yaxınlaşdıqca
yay transfer pəncərəsi bax ən prioritet mövzulardan olacaq klublarımız üçün. Pullar lazımdır, sponsor müraciətləri lazımdır, infrastruktur üçün, akademiyalar üçün, qadın futbolu üçün, uşaq futbolu üçün maliyyə xərcləri lazımdır. Bunun üçün də sponsorlar mütləqdir Azərbaycan futbolunda. Allah köməyimiz olsun və keçirik sənin də Bəhbəhlə danışdığın Kəpəz-Sumqayıt maçına. Bu görüşün taleyini bir top həll elədi ki, Kəpəz Rauf Hüseynlinin penalti qolu ilə erkən qolla 11-ci dəqiqədə önə keçir və bu üstünlüyü də sona qədər qoruyub saxlayır. Oyundan sonra mətbuat konferansında Azər Bağırov bildirdi ki, biz yerimizi təmin eləmişdik, amma futbolçulara geyinmə otağında bildirdim ki, adınız üçün, Kəpəz adı üçün çıxacaqsınız, döyüşəcəksiniz, savaşacaqsınız. Qalan oyunlar bizim üçün formal xarakteri daşısa da, bu sizin adınızdır. Mövsüm hələ bitməyib, oynamaq lazımdır, özünüzü yaxşı tərəfdən göstərin, əsas heyətdə möhkəmlənin. Digər tərəfdə isə Vaqif Cavadov birmənalı danışmadı. Onun çıxışlarından müəyyən bir fikirlər ortaya çıxarmaq olar. Sanki artıq hiss eləyir ki, Vaqif Cavadov Sumqayıta lazım olmayacaq və rəhbərlik onu yola salacaq. Baqanın adı yenidən hallanır Sumqayıt klubu ilə. Legioner məşqçi gətirəcək deyəsən Sumqayıt. Vaqif Cavadov da yaxşı deyir. Niyə bax legionerlərə, əcnəbilərə dəyər veririk? Öz müskilərə, öz gənc mütəxəssislərimizə və futbolçularımıza dəyər vermirik. Qardaşım, Mən bu komandanı çətin vəziyyətdə götürdüm və çətin vəziyyətdə olmasına baxmayaraq, o imkanlara, məhdud imkanlara baxmayaraq Sumqayıt elitadakı mövqeyini qoruyub saxladı. Pis, yaxşı, aşağı, yuxarı imkanları daxilində yaxşı da oynadı, yaxşı da nəticələri oldu. Vaqif Cavadova şans vermək lazımdır. Onun timsalında yerli məşqçilərimizə şans vermək lazımdır. şərait. Şərait yaratmaq lazımdır. Baqa kimlər gəlib gedəcək. Gəlib pullarını qazanıb çıxıb gedəcəklər. Onlar bizə lazım deyil. Bu Baqa, yenə demirəm, pis məşqçidir. Yəni Allah canını sağ eləsin, Allah yolunu açıq eləsin. Amma Baqa kimi məşqçilər, yəni ümumiyyətlə bu legioner məşqçilər bura gələndə onların məqsədi nədir? Mən pulumu qazanım və normal bir oyun göstərim də, komanda normal oyun göstərsin. Yəni onların türklər demiş ki, onların umurunda da deyil. Bu yeni adlar üzə çıxartmaq, futbol inkişafı üçün nəsə eləmək bu ölkədə ümumiyyətlə. Amma Vaqif kimi adamlar bunu fikirləşirlər ən azından. Çünki yəni bu ölkənin vətəndaşıdırsa, yəni buna da əhəmiyyət vermək lazımdır. O ki qaldı Vaqifə, şəxsən Vaqifə buradan üst tutub deyirəm. Halbuki axşam Vaqiflə üzbəüz gələcək. Mənim komandam Media Liqada, bəli. Mənim baş məşqçi olduğum komanda var. Oyunçu olduğu komanda ilə qarşı. Vaqif sənin oyunçundur? Hə? Yox, Vaqifə qarşı. Rəqibdir. Mənim oyunçularım bugünkü oyunda Rail Məlikov, eşq olsun. Saşa Yunusoğlu hal-hazırda Moskvadadır. Təəssüflər olsun. Amma bizim komanda üçün təəssüflər olsun. Amma finala qayıtmalıdır, finala çıxsaq. Yəni Vaqif, əzizim, eyni şeyi biz konsertlərimizdə yaşayırıq. Söhbət Planet Partners Bakudan gedir. Adətən mən Planet Partners Bakudan danışmıram bura. Sadəcə Tahir İmanov, bizim teatrın rəhbəri, hər konsertin sonunda bu cümləni deyir demək olar. Yəni konsert bitməyə bir neçə dəqiqə qalmış. Yekun çıxış olur da. Yekun çıxışdan öncə bu aktyorların elanı deyə bir şey var. Yəni aktyorlar kimlər ki iştirak edib, musiqi səslənir, bir-bir aktyorlar çıxıb alqışlanır, paklon edirik. Sonra yanırıq, Tahir son sözləri deyir, final mahnısını oxuyuruq. Yəni bu aktyorların elanından sonra aşağı yuxarı bir 7 dəqiqə, 10 dəqiqə, yəni proqramımız davam edir. Yəni son mahnını da hazırlayıb, əziyyət çəkirik. Adətən bir qism insanlar bu ilk aktyorun adını çəkən kimi dərhal dururlar yerindən getməyə başlayırlar. Yəni Tahir də həmişə deyir ki, gəlin qəbul edək bunu ki, xarici ifaçıların konsertlərində belə şey olmur. Xarici ifaçıların konsertində hamısı sona qədər gözləyir. Pərdə bağlananda ondan sonra dur çıx getdi. Yəni bu mən bir səhnəyə çıxan adam kimi də demək istəyirəm. Şəxsən mənə və digər aktyorlara da təbii ki çox toxunur bu moment. Yəni mən hələ çıxışımı bitirməmişəm. Mən sizin üçün çıxış edirəm də.
Gözümün qabağında cəmaət durur, O çıxır son gedir. bir neçə dəqiqə üçündə nə qədər hazırlaşmısınız, nə qədər tər tökmüsünüz? Əlbəttə, yəni bu təzədən qayıdaq Vaqif söhbətinə. Təəssüflər olsun, bu bizdə var, bizim millətə xas olan bir xüsusiyyətdir. Bu nədən məncə irəli gəlir? Azərbaycanlıların, Azərbaycan vətəndaşlarının daha doğrusu deyək ki, qonaqpərvər, həddindən artıq çox qonaqpərvərliyindən. Yəni biz qonaq üçün əlimizdən gələn eləyirik. Əlimizdən gələn eləyirik. Amma müəyyən momentlər var ki, olmasın da bu. müəyyən momentlər var ki, Burada yəni biz artıq özümüzkilərə də qonaqpərvərlik dəyər verməliyik. deyil. Alik, sən də yaxşı bilirsən söhbət nədən gedir. Mən də yaxşı bilirəm. Yəni müəyyən Hamımız şeylər var, yaxşı onu danışmamalıyıq bilirik. biz. Mediadakılar yaxşı bilir, azarkeşlər yaxşı bilir, futbolu izləyənlər və futbolun içində olanlar bilir ki, söhbət nədən gedir. O əcnəbilərin gətirilməsində məqsəd, hədəf nədir? Bunu çox gözəl bilirik, dərk edirik. Keçək növbəti oyuna. Danışsam yenə dalı gələcək. Keçək növbəti oyuna. Yeri gəlmişkən, Sumqayıtın 2024-cü il üçün gəlir və xərcləri 3 milyon 710 min gəlir, 3 milyon 485 min xərc. Yenə də demək olar ki, dövlət hesabına ayaqda qalan. Amma Sumqayıta Əmək haqları 2 milyon UEFA-dan 198 pul gəlmədi min. Sumqayıta. Gəlib. Az gəlib də ondadır. Deməli, UEFA-nın həmrəylik və pul mükafatı, UEFA-dan daxil olmalar 413 min manat təşkil edib. 2024-cü il üçün. Futbolun inkişafı fondundan daxil olmalar 3 milyon 109 min, bilet satışından gəlirlər yoxdur, sair gəlirlər 127 min, sponsorlardan daxil olmalar, reklam gəlirləri 59 min manat. Bilet satışlarından gəlirlər yoxdur deyəndə, yəni gəliri nəzərdə tutmuruq. Hər halda yox, bir saniyə, Sumqayıtda hava idi biletlər oyuna. Orada pulsuz da olmalıdır, bəli. Pulsuz. Hər halda. Yəni ona görə. Çünki Sumqayıtda demək olar hər oyuna Bəli. millət Kifayət gəlir. qədər Yəni azarkeşlər. pulsuz eləyiblər. Bu normal haldır. Bir ara Bakıda bir çox komandalar belə eləyirdilər. Pulsuz idi oyunlar. Bəs Kəpəz, biz hazırda Kəpəzdən danışırdıq da. Kəpəzdən danışırdıq biz hazırda. Sumqayıt deyildi, üzr istəyirəm. Bu açıqladığım rəqəmlər Kəpəzə aid idi 2024-cü il. Amma Sumqayıt Sumqayıtın deməli hesabatı isə budur. 3 Bir milyon qədər əvvəl 900 deyəsən. qeyd elədiyim rəqəmlər Kəpəzə aid idi. Sumqayıtın gəlir və xərcləri budur. Deməli, gəlirlər 493 min, yox, daha doğrusu düzəliş edim. Gəlir 9 milyon 178 min. Qardaşım, Əslində pis rəqəm deyil ha. Mən ona görə büdcə oldum 9 milyon ki, 178 min gəliri olub Sumqayıtın 2024-cü il üçün. Xərcləri isə 9 milyon 71 min manat. 9 milyon. 10 milyona yaxın gəlir və xərclər. Alik. Deməli, əmək haqları 6 milyona aşır. Futbolun inkişafı fondundan daxil olmalar 5 milyon 261 min. Bilet satışından gəlirlər yoxdur Sumqayıtda da. Nümayiş hüququndan daxil olmalar 3 milyon 917 min. Bax, belə aşağı yuxarı sair xərclər isə 2 milyon 662 min manat. Əslində Sumqayıtın yaxşı büdcəsi var imiş. bu ilki. İndi gəlin ilki belə büdcəsi baxaq. yaxşı Bu imiş. 5 milyona, aşağı yuxarı 5 milyona UEFA-dan gəlib də. Bu belə çıxır da. Futbolun inkişafı fondundan daxil olmalar. UEFA deyil. Futbolun inkişafı fondundan daxil olmalar. Nəysə, gələn il yəni bu boyda büdcəsi olmasa Sumqayıtın, siz 6 milyon maaş verirsinizsə, 6 milyon maaş verirsinizsə, gələn ilə bu qədər büdcəsi olmasa, bu halbuki Sumqayıt üçün Yaxşıdır. bir normal bir haldır ki, Normal büdcədir də. ona demirəm, gələn il bu büdcənin olmamağı normaldır. Çünki 9-cu yerdə gedirlər. Amma gələn il üçün bu büdcə bəlkə də elə bu büdcə qala da bilər, bir qədər artıq da ola bilər. İndi təbii ki, rəhbərliyin Tək olsun, yəni çünki nəyə görə deyirəm? Əgər Baqa kimlər gələcəksə, yəni əcnəbi futbolçular gəlib gedəcəksə, bu məbləğ arta da bilər. əziz dostlar, bir şey vurğulamaq istəyirəm mən. Altına xətt çəkirəm, 3 dənə xətt çəkirəm. Bunu əslində efin əvvəlində deməli idim, nəsə fikrimdən çıxdı. Yəni şəxsən mənim və İsmailin burada biz klubların büdcəsini
müzakirə Kim nə qədər eləməyimiz qazanır, bu mənim bizim nəyimə lazım? subyektiv fikirlərimizi bil. Biz burada ekspert kimi danışmırıq ki, bu nədir, bu belə olmalıdır, bu belə olmalıdır. Sadəcə bu hesabatları atıblar açıq istinadlara. Biz də yəni oradan götürüb onu müzakirə edirik. Yəni bu bizim yenə deyirik subyektiv fikrimizdir. Öyrənməli olduğumuz məsələləri ayırd eləməyə çalışırıq. Xahiş edirəm kommentlərdə bizə yazın. Xırdalan 00 bizim sponsorumuz Tura Baxış. Növbəti sponsorlarımızı gözləyirik Alik. Kanalımıza dəstək olmağı unutmayın. Maşallah sevirsiniz, izləyirsiniz. Biz də ümidvarıq ki, zövqünüzcə buraxılışları ərsəyə gətiririk. Mən, Alik və Ruslanın təqdimatında. Təəssüf ki, Ruslan bugün yoxdur. İspaniyada işgüzar səfərdədir. İşgüzar kafedədir. Növbəti buraxılışımızda yenə yanımızda olacaq. Kanalımıza abunə olun. IQ Sports YouTube kanalı. Bizi digər sosial şəbəkələrdə də yaxından izləyin. Kommentlər, rəy bölümlərində öz fikirlərinizi yazın. Maşallah yazdığınız xoş sözlər bizi daha da ruhlandırır, daha da ilhamlandırır. Bu formada da davam eləyin. Mövsüm bitəcək. Biz dayanmaq niyyətində deyil əslində. Yay günlərində də xüsusi buraxılışlarla qarşınızda olmağı planlaşdırırıq. O da futbolla bağlı olmasın. Fərqli mövzular da olacaq, amma yaxşı fikirlərimiz var bu baxımdan. İndi keçək mənim üçün ən müəmmalı oyunlardan Səbail Zirə. Səbail Zirə. Bir qol, o da 90 üstə gəlib. Bir David Volkovun qolu. Baxın, əziz dostlar, yəni siz futbola izləmisinizsə bu il Azərbaycan çempionatı, xüsusilə bu Səbailin oyunları, mənim əzizlərim, bu Səbailin bu il mən başa düşürəm problemlər var, məndən nə oldu? Konkret bir şey də qəbul eləmək lazımdır ki, Səbailin bəxti o ki var gətirmədi də. Xüsusilə də son turlarda. Son turlarda Rəşad Sadıqov çox məyusluğunu ifadə etdi və bildirdi ki, heyif ki, bu cür komanda sonlara yaxın, son turlarda mükəmməl oynadılar, bəxtləri gətirmədi. Oynayır, bəxti gətirmir. İndi gəlin statistikaya baxaq. Mən adətən həmişə bu statistikaya daha çox diqqət yetirirəm. Qalib gələn Zirə 11 zərbə vurub qapı tərəfə, çərçivəsinə yox. Səbail 13 dəfə. İkisi də hərəsinə 5-5 vurublar qapı çərçivəsinə. Bu da vurub qapı çərçivəsinə. O da topla oynama da 49 Səbail 51 Zirədə. Yəni bərabər oyun gedib. Oyunlar görmüşük ki, Səbail statistikada daha üstün olub rəqibdən, amma onlara da... Zirənin oyuna yanaşma tərzi də bir qədər başqa. Ona sözüm yox, mən demirəm, Zirənin bəxti işi. Söz yox, razıyam. Amma Səbailin son turlarda göstərdiyi performans, Səbail kimi komandanın bir neçə oyunda qələbəyə layiq olduğu halda xal itirmələri. Bəli. Mən yenə deyirəm, bu başa düşürəm, bu ədalət var, hüquq var, mənnəm nə. Amma mən bu il nəzərə alsaq ki, gələn il 2 komanda da əlavə olacaq. Turnir 12 nəfər olacaq. Çempionatımız o 12 komandadan ibarət olacaq. Yəni yeni komandalar təbii ki, başa düşürəm, onlar da gəlmək istəyir. Amma yeni komandaları götürüb onların infrastrukturu ilə əlləşməkdənsə hazır bir qanuni bir əsas tapıb Səbaili saxlayardılar liqada. Bu normal bir haldır. Yox, qanun hamı üçün qanundur. Necə ki Qəbələ düşdü 1-ci liqaya, ruhdan düşmədi. Daha da yaxşı formada, motivasiya ilə elitaya qayıtdısa, Kaxaber Çıxadadze ilə birlikdə heyət də güclənəcək. Səbail də sağlıq olsun, bax bu formada səbirli olaraq nəyi, harda, nə zaman səhv eləyiblər, o xətaları düzəldərək, bu çatışmazlıqları aradan qaldıraraq, bir il səbr eləyərək növbəti mövsüm yenidən Premier Liqaya qayıtsınlar, daha iddialı qayıtsınlar. Bunu Rəşad Sadıqov da mətbuat konfransında bildirib. Elvin Məmmədova şans veriləcək, verilməyəcək, bunu bilmirəm. Elvin Məmmədov yaxşı fikir səsləndirib ki, biz yerli və gənc futbolçulara şans verməməliyik düşüncəsini artıq beynimizdən çıxarmalıyıq. Gənclərə güvənməmək düşüncəsini dəyişməliyik. Tamamilə doğrudur. Gənclərimizə də şans vermək lazımdır. Bəs gənclərə şans verməsək, milli komandamız hansı oyunçulardan formalaşacaq? Legioner limiti ləğv olunubsa artıq bu problem daha çox
üzə çıxacaq, daha çox qabardılacaq. Gənc futbolçularımız işsiz, futbolsuz qala bilərlər. Bu məsələlər var ki, Elvin Məmmədov və onun timsalında digər yerli mütəxəssislərimiz bunu gündəmdə saxlayırlar. Mövsümün əvvəlində mən olsaydım, bəlkə də bundan da betər olardı deyib Elvin Məmmədov. Hər şey mümkündür. Onu bilmək olmaz. Onu bilmək olmur. Rəşad Sadıqov da elə bu mövzu ilə bağlı yaxşı fikirlər səsləndirib mətbuat konfransında. Kim ki deyirsə ki, Azərbaycanda futbolçu yoxdur, istedadlı oyunçu yoxdur, onun futboldan olmayıb. Ümumiyyətlə doğrudan da yaxşı deyir ki, o futboldan başı çıxmır, yaxşı fikirdir. Onlar birbaşa Azərbaycan futbolunun düşmənləridir. Ona söz yoxdur. Son 10 ildə bəlkə də 50 istedadlı oyunçunu itirmişik deyir Rəşad Sadıqov. Vaxtilə 2017-2018-ci ildə U19 millilərinin iştirakı ilə biz Avropa çempionatlarının elit raundunda oynayırdıq və Xviça Kvaratskhelia-lar, digər hazırda ulduz səviyyəyə çatan futbolçular bizə qarşı oynayırdılar və biz onlara qarşı başa-baş oynayırdıq. İndi baxın, Xviçalar hardadır? Çempionlar Liqasının finalındadır. Avropa çempionatının final mərhələsində oynayırlar, amma biz yerimizdə sayırıq. Demək ki, bizim o 17, 18, 19 yaşdan sonra görməli olduğumuz işlər doğru icra olunmur ki, futbolçularımızı itiririk. Biz yerimizdə sayırıq. Bəlli bir yerə qədər gerilirik, söz yox. Bu geriləmə səbəbi nədir də? Biz niyə 17, 18, 19 yaşa qədər istedadlarımızı üzə çıxarırıq? Daha sonra onlar itib batır. Tamamilə məhv olur. Yəni nədir səbəb? Bu səbəbin kökünə gelib çıxmaq lazımdır, araşdırmaq lazımdır və bunu həll eləmək lazımdır. Bir daha Zirəni təbrik edirik. 70 xal, mükəmməl performans, mükəmməl göstərici nəticə. Eşq olsun Rəşad Sadıqova. O böyük ehtimal ki, son növbəti mövsüm Avrokuboklarda da uğurlar. 2 oyun var hələ. Bəli. Hələ xal ehtiyatını bir qədər də yaxşılaşdıra bilər, amma bu rekord göstəricidir Zirə komandası üçün. Belə Alik deyəcəyim... Bizim də rekord efirimiz oldu, çünki ilk dəfə Ruslan Əmircanovsuz efir keçirdik. Ürəyimiz onunla idi, baxmayaraq ki, o bizi vecinə də almır hal-hazırda. Ruslanın vecinədir. Sürət qatarında bu dəqiqə Madridə, Barcelonadan Madridə gedir. Orada provodnik zad işləyən qadınlar var ha. Onlara anekdot zad da. Deməli bir gün 34-cü turda yadda qalan hadisələrdən biri də sabah şamaxı deyir şüşəsilən xarab olub. Maşın deyir şüşəsiləni xarab olub. Sabah şamaxı oyununda projektorlar, yəni stadionun işıq dirəklərində problem, işıqların sönməsi ilə bağlı problem yaranmışdı ki, Fərid Hacıyev 42-ci dəqiqədə oyunu saxlamışdı və başqa bir xoş xəbəri də diqqətinizə çatdırım. Elə bu xəbərlə də verilişimizi yekunlaşdıraq. Azərbaycan futbolunda ilk kişi komandasında qadın məşqçi. Şimal futbol komandası var Xaçmazın. 1-ci liqaya vəsqə qazandılar. Baş məşqçiləri Zaur Ramazanov olacaq. Məşqçilər korpusunda xanım mütəxəssis də olacaq. Qapçılarla işləyən məşqçi Zülfiyə Bayramovaya həvalə olunub bu iş. Şimal komandasının qapçılarla işləyən məşqçi Zülfiyə xanım Bayramov. Təbriklər. Siz də təbrik edirik Zülfiyə xanım. Bax, belə xəbərlər də əslində bizi sevindirir. Belə, 34-cü tura həsr etdiyimiz tura baxışın növbəti buraxılışı başa çatdı. Xırdalan 0-0-ın sponsorluğu ilə IQ Sportsun media layihəsi olan tura baxış dayanmadan fəaliyyətini davam etdirir. Bizə abunə olmağı unutmayın. Sosial şəbəkələrdə bizi izləyin. Fikirlərinizi yazın. Biz də ona uyğun davranaq, daha da yaxşı olmağa çalışaq. Alik, təşəkkür. Sənin də deyəcəklərin varsa artıq. Sağ olun əzizlərim. Özünüzdən müğayət olun.